ikinci dalğa. Hücum reboundu Dequan Williams. Əla ötürmə və Deonte Hardov. Düzəldirəm. Kamran Məmmədov sabahın basketbolçusudur burada. Dequan Williams. Kamran Məmmədov. Ardıcıl ötürmələr. Hawkins 3 xallıq. Top səbətdən keçir. 4'e 2 yakalayıp rəqibi. Hawkins. 57-62 hesab. Gəncənin 5 xallıq üstünlüyü var. Deonte Hawkins 3 xallıq atış. Tərtəmiz 3. Heç nələ yadda qalmayıb. Driblingi kəsdi. Topu Delany ötürdü və 3 xallıq atış. Hawkins. Sürətli ötürmə. Kamran Məmmədov müdafiədə yaxşı oynayır. Hawkins, Deonte Hawkins. 2 saniye, 1 saniye temas aldı Cermenet. İdeal ötürmə, ideal ötürmə. 4-74 fərq 20 qaldı. İsmailov. Deonte Hawkins uzaq ikilik dəqiq alındı. Artıq rahat. Növbəti ötürmə, hücum bir qədər ləngir. Deonte Hawkins 3 xallıq atış. Top səbətlədi. Mən bu səhifəni rəy bölməsinə əlavə edəcəm səhifənin adını. Taymatdan sonra yenidən bir aradayıq. Deonte Hawkins. İsmailov. İki yaxın dost bir-birinə qarşı mübarizə aparırdı burada. Bunda məlumat üçün tez-tez təkrarlayıram, ola bilsin. Yanlışlıq ola bilər. Hawkins fırlandı və artıq driblinglərdir bunlar. Bir qədər riayət etməlidir bu hərəkətlərə. Hüseyin Qaf. Nə qədər hücum reboundu götürüb. Gəncəllər. Markil Smith yenə qeyd dəqiq atışlar izləyirik biz uzaq məsafədən və Deon. Düşünürəm ki, yaxşı basketbol oynayıb müdafiədə Anvar Hasanov. Hawkins'dən hücum reboundu. Burada da mane olmağa çalışan millisinin üzvüdür. Hawkins. Topu yaxşı azlıqda yakalayıb Gəncəni. Ordu, Cermain. Ötürmə idealdır. Onun dəlləri çox istedi. Fade away. Deonte. Polat Həsənov başçılıq edir orduya. Rəşad Şirzadov üçlüyü alınmadı. Hawkins topu oyun zonasında saxladı. Hawkins. Transition oyunu və İsmailovun qaçan üçlüyündən sonra 9 Christian Kunz. Rəşad Şirzadovdan çox yaxşı aldı. Əhəmiyyət kəsb edir bu dəqiqələr. İzləmə basketi Deons. Şamar. Wright. Və yaxşı boşluğu gördü. Orduya qələbə qazandırdı. 1-0. Hərbçilər seriyada önə keçdilər. Rhodes. Close out'a əla hücum. Blok. Deonte Hawkins. İrəlidə 2 nəfər var. Eyni nöqtədə dayanmış tərki basketbolçu. Vincent yükləndi içəriyə. Blok. Deonte Hawkins'ına ideal asist etdi. Şamar. Wright yox bu. Hawkins'dir, bəli. Cermain növbəti qaldırmayıblar, amma yenə də sabah nəzarəti tam olaraq əlində saxlayır. Ötürmə. Rəşad Şirzadov xal qazanır. Xaos var parketdə, bu xaosdan Ordu klubu qalib ayrıldı. Topu havaya qaldırdı Smith və Deon topladı. Bir anda sürətləndi. Head. Zəif tərəf ötürmə. Deonte Hawkins 3 xallıq top səbətdən keçir. İstələsi bir atışdan istifadə etdi. Şirzadov, İsmailov, Hawkins 3 xallıq. Deonte Hawkins mübarizə aparırdı. Bunu da unutmaq olmaz və onlar daha yaxşı adaptasiya olublar bu sistemə. Deonte Hawkins yaxın məsafədən topu lövhəyə vurdu. Atışın sevinci, ənənəvi ritualdır bu.
Spencer'də Hawkins cavab verir. Bərpa prosesini keçirir, hətta ehtiyat oyuncular skamyasında da mən bu oyunçunu görmürəm. Hawkins uzaq ikilik alınır. 4-6 oldu hesab. Jermaine Head burada müdafiədə boşluq. Sumqayıt klubu boşluğu və topu qazandı. Hawkins. Elşad Şirzadovdan topu. Arnold, Jermaine Head. İndi trap edəcəklər ona qarşı, tələ baş tutmadı və Hawkins. Rebound bacarıqlarını gördük. Deonte Hawkins yaxın ikili. Michael Smith. Hawkins içeride özünə mövqe yaratmağa çalışır. Deonte Hawkins sərbəst atış xəttindən. Şirzadov rəqibi havaya uçurdu. Elşad Şirzadov üçlüyü alınmadı. Hawkins'dən hücum reboundu. Aaron Delany 3 xallıq atış. Aaron Delany. Evet. Smith. Ferdi Hawkins'dən gözəl ötürmə. İkili oyun alınmadı. Ekstra ötürmə. Dequan Williams. İkinci periyodda qeyri-məhsuldar basketbol izləyirik. Gözəl ötürmə Aliyub. Ötürmə Smith. İçəriyə ötürmə. Havada topu tutdu və bitirdi. Əl həssasiyyəti çox yaxşı səviyyədədir, yumuşaq bir basketbolçudur. İndən dönmüşdü, bitirə bilmədi. Head. Deonte Hawkins. Keçid hücumu 2 xal. Ordu qalıb oyunun sonuna. Williams. Hawkins. Tərs uyğunlaşma var idi. Üç xallıq. Risk aldı Elşad Şirzadov. Yenə xal qazanmaq mümkün. Şirzadov 45 dərəcədən üçlüyü alınmadı. Hawkins rebound götürdü və xal. Iola bu onun hücum üslubu değil. Burada Delany. Aaron Delany. 6-8 olur hesab. Kamran Məmmədov orta məsafə sağ blokdan alans. Jermaine-dən üz döndərib. Bu atışda geridə qalında olur. Basketbolcuların belə anları olur, öz karyeraları. Vaxt oynamaq lazımdır. Smith önü boşaldı, üçlüyü alınmadı. Hawkins reboundları toplayır. Orta məsafədə Jamal Brentney ortaya ataraq, yəni sərbəst atış xətti yaxınlığında ordu basketbolcularından gələcək. Deonte Hawkins aşağı posta topu qəbul etdi, fırlandı, topu löv. Oyunda ordunun yeganə məğlub olduğu görüşdə Hawkins ciddi nə eləsə yadda qalmamışdı. Range və uğurlu müdaxilə. Landı top. Paşayev əlindən çıxdı. Deonte Hawkins Iola uzundan qələbə ilə tamamlamaq niyyətindədir və rəqibə bir göstər. İsmailov içəridə top istəyirdi. Hawkins. Ordu basketbolçuları top çevirirlər. Arıcıl ötürmələr. Hawkins Ioladan fərqli olaraq iki basketbolçunun Kamran Məmmədov, Əli Kamran Məmmədova cavab verdi. Hawkins çox nömrə 1 Jermaine Head, nömrə 32 Abayomi Iola, nömrə 23 Deonte Hawkins, nömrə 10 Elşad Şirzadov, nömrə 0 Markel Smith. Yüksək trayektoriya. Vadim Kuramşindi. Onlar NTD-ni reportajın əvvəlində qeyd etdiyim kimi kubokdan kənarlaşdırdılar və həmin oyunda Klergot ən məhsuldar basketbolçu olmuşdu.